Başlayaq 14-cü testimizdən. They cross the river by boat and then travel on foot. Deməli, biz bilirik ki, əgər by sözünüzü varsa, nəqliyyat vasitələri işlənirsə, bu zaman biz onun qarşısına heç bir söz önü işlətmirik. Yəni, ona görə D və B bəndləri gedir. Çünki E artiklı olmayacaq, Z artiklı da olmayacaq. Aha, deməli, bizdə qalır 2 variant. Deməli, by boat, on foot və yaxud da on the foot. Deməli, on foot ifadəsi piyada deməkdir. Orada Z işlədilmir. Ona görə də düzgün cavab C variantıdır. Aha, tərcüməmiz də they cross the river by boat and they travel on foot. Deməli, onlar çayı qayıqla keçdilər və sonra piyada davam etdilər. Aha. The students when they teacher the classroom. Ümumiyyətlə, əgər ortada when, if, bu tipli sözlər işlənibdirsə, zaman bölməsinə gördüyümüz kimi aiddir və 2 ədəd boşluq varsa, bu zaman biz verilənləri bir-birindən uzlaşdırmağa çalışacağıq. Baxırıq, will ilə enters, indiki gələcək uzlaşar. Stood up-la entered, keçmiş zamanda ikisi də uzlaşar. Stand up enters, ikisi də deməli uzlaşar. Baxaq, will stand up entered uzlaşmaz, 4-ü çıxırıq. Stand up will enter də, deməli, when-dən sonra will işlənməz. Ona görə də, deməli, biz bunu işlədə bilmərik. When-dən sonra ümumiyyətlə will gələ bilmir. Ona görə də 5-i çıxırıq. Ona görə qalır, deməli, 1, 2, 3 Y variantı. Baxaq, choose the correct variant. Tərcümə eləyək de, when the teacher, the students will stand up, the teacher enters the classroom. Deməli, müəllim içəriyə daxil olanda şagirdlər ayağa qalxacaqlar. Choose the correct passive voice version of the sentence. Will decorate the hall for the wedding. Bunu mən bir dəfə də izahını vermişəm. Deməli, cümlə V ilə başlaya bilməz, eyni mübtədə olmamalıdır. B variantını çıxırıq. Əgər will varsa cümlədə, will axtarmalıyıq bəndlərdə. Ona görə A variantını da çıxarıq. Qaldı C, D və Y variantları. Baxırıq, deməli, hamısı da D hall ilə başlayıbdır. Burada we decorated us. Baxın, əgər cümlənin əvvəlində we varsa, we-in obyekt forması cümlənin ortasında baysız işlənə bilməz. Y variantı da gedər. Baxın, as verib cümlənin ortasında. Deməli, qalır decorated olmalı idi, çevrilməli idi çünki. D variantını da verə bilməli. Biz bir ki, P2 ilə verməliyik məhsul növdə. Ona görə düzgün cavab C variantıdır.